Müşahidə 40-cı illərdə mövzumuzun davamını edirik. 48-53-cü ildə deportasiyanı dedik sizə. Azərbaycanlıların deportasiyası, köçürülməsi. 47-ci ildə qərar verildi və 48-ci ildə Azərbaycanlıların Qərbi Azərbaycandan, Yeniki Ermənistan ərazisindən köçürülməsinin birinci mərhələsi gəldilər Azərbaycan ərazisində məskunlaşdı. Totalitar rejimin yumşalma cəhdləri. Nədir burada məsələ? 1953-cü ildə Stalin vəfat etdi. Stalin vəfatından sonra Nikita Xruşov gəldi, Sovet İttifaqında Komünist Parti birinci katib vəzifəsini gətirildi. Xruşovun dövründə bu yumşalma dövrü olaraq yadda qaldı. Xruşovun dövrü. Yumşalma dövrü. Bağırov ziyankarlıqda, qüsurlu tədbir fəaliyyətdə günahlandırıldı və həbs edildi. Az sonra ölüm cəzasına məhkum edildi. 56-cı ildə öldürülür. Sonra 54-cü ildə Bağırovun yerinə Azərbaycan Komünist Partinin birinci katibi vəzifəsinə İmam Mustafayev gətirildi. İndi diqqət edin İmam Mustafayevin gördüyü tədbirlər. Birinci katib vəzifəsinə seçildi. Birisi birinci katib dövlətdə birinci adamdır. Yəni hər şey onun idarəsindədir. 1956-cı ildə keçirilən qurultayda şəxsiyyətə pərəstiş tənqid olundu. Stalin şəxsiyyətə pərəstiş tənqid olmuş oldu. Ondan sonra ölkədə mülayimləşmə dövrü başlayır. Totalitar rejim yumşaldı. Minlərlə repressiya qurbanlarına bəraət verildi ki, bəli, onlara qarşı haqsızlıq olunmuşdu. Onların əslində heç bir günahı yox idi. Deməli, İmam Mustafayevin rəhbərliyi dövrünə baxırıq şagirdlər. Testlərdə olan suallarımız. Deməli, elmin təhsilin təsəvvür inkişafına cəhd elədi. Sonra əsas məhkəmə quruculuğu, mülki və cinayət məcəllələri artıq respublikada həll olunurdu həmin məsələlər. O qanunların qəbul edilməsi. Repressiya qurbanlarına bəraət verildi. Sonra onlar üzərinə xalq düşməni ifadəsi və s. qaldırıldı. 56-cı ildə konstitusiyaya düzəliş oldu. Nə kimi düzəliş? Daha doğrusu düzəliş deyil, maddə əlavə olundu. Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə olundu. Bu hansı konstitusiyaya olundu? 37-ci ildə ikinci konstitusiya Azərbaycan SSR-də. Bilirsiniz ki, deməli 1936-cı ildə SSR-nin ikinci konstitusiyası qəbul olunmuşdu 36-da. 1936-da ikinci konstitusiya harda? SSR-də. Ondan sonra da bir il sonra isə 37-də Azərbaycan SSR-nin ikinci konstitusiyası idi. 56-da isə həmin konstitusiyaya bir yeni maddə əlavə olundu Azərbaycan dili haqqında. 56-da yenə də 1956 Bakı Telestudiyası fəaliyyətə başladı. Sonra növbəti verilən qərarda Azərbaycan dili icbari tədris olunmağa başladı. Sonra Bakının bu sahədə, yəni sənayenin inkişafında rolu artdı. Bakıya axın sürətləndi. Buna səbəb olacaq hadisələrdən biri də 59-cu ildə biraz sonra deyəcək, o bir səhifədə yəqin deyəcək, 59-cu ildə pasport sisteminin kəndlərə tətbiq olunması idi. Sonra başqa nələr baş verdi? Yerli əhali tərkibi Azərbaycanın xeyrinə dəyişməyə başladı. Yəni milli məsələyə milli məsələyə diqqət artırıldı. Milli məsələyə. Oxşar verə bilərik harda? 19-cu əsrin ikinci yarısında milli dirçəliş dövrü, millətin formalaşması və s. məsələsi. Milli məsələyə diqqət artırıldı. Bundan narahat olan Sovet hakimiyyəti dəyişiklik elədi. Biraz sonra deyəcək, İmam Mustafa hakimiyyətdən gətirəcəklər. Qarabağ məsələsi yenidən ortaya atıldı, amma Xruşov buna icazə vermədi. Nəyə görə? Çünki o dövrdə bir neçə dənə belə bir məsələ vardı. Milli münaqişə məsələləri vardı. Ayrı-ayrı xalqlar arasında
ərazi məsələsi. Xruşov da bunların çoxluğunu belə deyim, səbəb gətirərək məsələnin hamısını ləğv elədi. 59-cu ildə İmam Mustafayev vəzifədən götürülür və yerinə Vəli Axundov gətirildi. Səbəbi bu idi ki, milli məsələyə daha çox diqqət eləmişdi. Amma Vəli Axundov da heç də İmam Mustafayevdən geri qalmır, milli məsələyə diqqət daha da artırılmışdı. Vəli Axundovun rəhbərliyi dövrü milli dəyərlər diqqət daha da artırıldı. 1962-ci ildə Milli Azərbaycan Qərargahı adlı bir təşkilat yaradıldı. Burada məsələ nə idi? Məsələ yaranmasına məqsəd bu idi ki, mühüm vəzifələrə rəhbər vəzifə Azərbaycanlılar təyin olunsun. Buna nail oldularmı? Bəli. Həqiqətən bir neçə vəzifəyə yerli kadrla gətirməsinə nail oldular. Respublika büdcəsinə Moskvada yox, Bakıda baxılsın. Bu məsələyə çalışırdılar və milli oyanışa xidmət eləmək. İmam Mustafa'nın gördüyü tədbirlər Vəli Axundov davam etdirmişdi onun rəhbərliyi dövründə. Burada bir neçə məsələlər var. Bunlar üzrə çox dayanmıram. Bu hissədə nə vardı xüsusi deyəcəyimiz? 1967 Bakı metropoliteni fəaliyyətə başladı. Sonra yenə də 67-ci ildə katiblərdən, Mərkəzi Komitənin katiblərindən biri olan Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı yenidən milli bayram olaraq qeyd olunmağa başladı. 69-cu il may ayında deməli, Azərbaycan SSR Ali Soveti belə bir qərar verdi ki, daha əvvəl 38-də alınmış bir qərar verdi. Sərhəd boyunca bir neçə hektar ərazinin, bir neçə min hektar ərazinin ermənilərə verilməsi. Həmin məsələni 69-da təsdiq elədi Ali Sovetimiz, amma Heydər Əliyev həmin ildə vəzifəyə gəldi, Azərbaycanda Konstitusiya birinci katibi oldu və o həmin qərarın icra olunmasına icazə vermədi, imkan vermədi. Qarşısını aldı. Bəli, dediyim kimi Ermənistanın yenə də ərazi iddiaları var 50-60-cı illərdə və Xruşov da bu məsələni ləğv elədi. Çünki SSR-də bir neçə bu formada milli münafiq ocaqların olduğunu göstərdi, səbəb olaraq ortaya qoydu və həmin məsələni ləğv elədi. Heydər Əliyevin rəhbərliyə gəlməsi 69-cu il birinci katib vəzifəsi gətirildi Heydər Əliyev. Şahidlər, bu məsələyə diqqət edirsiniz nəyə? Kimsə əlində qələm varsa mütləq kitabın üzərində qeyd eləsin. Bu Heydər Əliyevin, baxın cümləni olduğu kimi qeyd eləyəm, Respublikaya birinci rəhbərlik dövrüdür. Respublikaya birinci rəhbərlik dövrü. Yəni 1960-dan 82-ci ilə qədər. Bu, baxın, Azərbaycan Respublikası deməmişəm ha. Azərbaycan Respublikası demirəm. Sadəcə deyirəm ki, Respublikaya birinci rəhbərlik dövrü. Amma ilə danışdırmış onlar. Danışdırdı. Qapını. Bu Respublikaya birinci rəhbərlik dövrüdür. Suallarda belə soruşur. Yazır ki, sizdə testdə. Deyir ki, Heydər Əliyevin Azərbaycanda Respublikaya birinci rəhbərlik dövrü, bir də birinci prezidentlik dövrü. Birinci prezidentlik dövrü başlayacaq 1993-dən başlayacaq. Amma bu birinci rəhbərlik dövrüdür. İzah edə bildimmi fərqi nədirsə? Ona görə bu məsələyə diqqət edin. Test işlərini görəcəksiniz. Müasir dövr suallarında nə qədər sual var buna dair. 82-ci ildə isə Moskvaya dəvət olunmuşdu. Orada əvvəlcə SSR Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv, daha sonra isə Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək bir vəzifəyə təyin edilmişdi. Baxaq, Azərbaycan olduğu dövrdə neynədir? Kadr dəyişikliyi həyata keçirdi, idarəçilik gücləndirildi, korrupsiyaya qarşı mübarizə aparıldı və s. Gördüyü tədbirlər həmin dövrdə 69-dan etibarən. Sonra nə var? 78-ci ildə Azərbaycan SSR 3-cü konstitusiyası qəbul olunacaqdır. Azərbaycan dili yenə də dövlət dili olaraq saxlanılacaq orada. Əlavə edildi, deməli, biraz əvvəl dedik 56-cı ildə. Amma saxlanıldı, burada olduğu kimi qalır. 1971-ci il mədəniyyət hissəsində deyəcək bunu, Cəmşid Naxçıvanski adına hərbi lisey fəaliyyətə başladı.
Həmin lisey hal-hazırda fəaliyyət göstərir. Ardınca da oranı bitirənlər hərbi akademiyaya daxil olurlar. Sonra nə var? İkinci Dünya müharibəsi dövründə Bakı qəhrəman şəhər adını aldı, amma o titulu vermədilər. Yəni ona həmin fəxri ad verilmədi, layiq olsa da belə. Amma Heydər Əliyevin fəaliyyət dövründə Bakıya Lenin ordeni tərtib olundu, verildi həmin fəaliyyətlərinə görə. Sonra burada Hüseyn Cavidin nəşi Naxçıvana gətirildi, dəfn olundu. Ev muzeyi fəaliyyətə başladı və s. Orada Qarabağda və Naxçıvan gördüyü mədəni tədbirlər. Ermənistan yenə də ərazi bütövlüyünə qarşı bəli, eyni şeydir. Kürdən su kəməri, biraz sonra onun hissəsi gəlirsə deyəcəm, oxşar cəhətdir 71-ci ildə. Heydər Əliyevin fəaliyyət dövründədir o da. Sonra 70-ci illərdə ermənilər ilə Qarabağ iddiaya qaldırırlar. Xüsusən də Kəlbəcər zonasını istəyirlər. Nəyə görə? Əsaslandırırlar ki, Kəlbəcər çox da əkinçiliyə yararlı deyil. Burada Kəlbəcər rayonu əhəmiyyətsiz ərazidir. Ərazisi çox da əkinçiliyə və s. yararlı deyil. Biz onu maldarlıq üçün istifadə edəcək dedilər. Heydər Əliyev dərhal qərar verdi. Yəni tövsiyə verdi, göstəriş verdi ki, Kəlbəcər rayonunun iqtisadi imkanlarına dair planlar hazırlansın. Həmin planlar Kəlbəcər iqtisadi xeyli dirçəldi. İmkanlar nəzərə alındı, yəni planlaşdırıldı, onu həyata keçirmək üçün tədbirlər görüldü və nəticədə Kəlbəcər rayonunun iqtisadi inkişaf etdirildi. Bununla da ermənilərin planı alt-üst oldu. Yoxsa Kəlbəcəri yararsız bir ərazi deyib öz torpaqlarına qatmağa çalışacaqdılar ki, buna da Heydər Əliyev imkan vermədi. Yenə də Şuşada Molla Pənah Vaqifin ev muzeyi və s. heykəli qoyuldu. Şuşada tarixi abidələrin qorunması haqqında qərar verdi və s. Gördüyü tədbirlər. Yəni bunlar ümumi olaraq konkret bir şey deyil, amma ümumi olaraq soruşulur. Sosial-iqtisadi sahədə əldə edilən uğurlarımız. Baxın, söz yığınağı biraz çoxdur bu hissələrdə, amma əzbərlənsin məsələlər də var. Sənaye sahəsində 1975-ci ildə məişət kondisionerlər zavodu inşa edildi. SSR-də ən böyük zavod idi həmin zavodumuz. Sonra artıq yavaş-yavaş Azərbaycan 60-cı illərdən deyil, neft hasılı aşağı düşməyə başladı. Bunun bir neçə səbəbi var idi. Sibirdə artıq yeni neft yataqları aşağı olmaya başlamışdı. Artıq ucuz qiymətə oradan çıxarılırdı. Bu sahəyə lazım qədər vəsait ayrılmaması. Sonra yeni yaranmış şəhərlər saymışdı. Sumqayıt, Mingəçevir kimi, Daşkəsən kimi yeni sənaye şəhərlərimiz formalaşmışdı. Ağdam-Xankəndi dəmir yolu xronologiyada ən çox soruşulan hissələrdən biri 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu 79. Altından xətt çəkin sizdə, yadınızda qalmış olsun. Sonra gəldik. 1971-ci ildə biraz əvvəl yoldaşımız da dedi, Bakıdan Kür çayından Bakıya su kəməri çəkilmişdi. Naxçıvanski Cəmşid Naxçıvanski liseyi ilə eyni ildədir. Sonra növbəti səhifəyə keçirik. 82-ci ildə Heydər Əliyev Rusiyaya göndərilir, yeni vəzifəyə göndərildi. Ondan sonra isə Azərbaycanda baxaq görək, Kamran Bağırovun fəaliyyəti var. 82-dən 88-ə qədər. 1983 xronologiyada ən çox soruşulan hadisələrdən biri Bakı Qrozny neft kəməri istifadəyə verildi. Nəticəsi nə oldu? Azərbaycan SSR-in neft kəmərinə qoşuldu və Sibirin xam nefti emal edilmək üçün Bakıya göndərilir ki, bu da deməli nəyə səbəb oldu? Ekoloji problemlər, çirklənməyə səbəb oldu. Xam nefti bizə göndərilib, bizdə təmizlənib gedirdi. Onun tullantıları da bizdə təbiətə atılırdı ki, bu da təbiətin çirklənməsinə gətirib çıxarmışdı. Sonra 80-ci il təbii qazı çıxarması uğurlar qazanıldı. Bakı Qruzu 83. Bunun ilini yadda saxlayırsınız. Sonra nə var? Xəzərdə buna ehtiyac yoxdur.
1986-cı ildə Dərin Dəniz Özülləri Zavodu hal-hazırda fəaliyyət göstərir, bilirsiniz. Sahil tərəfdə gedəndə görürsünüz. Sahil qəsəbəsi tərəfə gedəndə. Sonra Yevlax-Balakən dəmir yolu gəldik 86-cı ildə. Bunu dedik. 85-ci il kənd təsərrüfatında bunu biraz sonra deyəcək. Qarabağın yenidən qurma siyasətinin bir parçası idi bu. Alkoqolizmə qarşı mübarizə adı altında üzümçülüyün ləğvinə başlanıldı ki, bu da dövlətlər arası əlaqələri, iqtisadi belə deyim, əlaqələri sarsıtdı. Niyə görə? Belə bir məsələ var şahidlər. Bir məhsulu istehsal etmək üçün müəssisənin biri Azərbaycandadır. Növbəti müəssisə Gürcüstanda və yaxud da Respublikanın başqa, SSR-in başqa ölkələrində idi. Yəni, bir məhsul başdan axıra qədər eyni yerdə, eyni zavodda istehsal olunmurdu. Bu şəkildə bir-birinə əlaqələndirilirdi zavodlar. Bir ölkədən başqa yerə gedirdi. Amma indi bir zavodun burada bağlanması göndərə bilmir. Nəticədə iqtisadiyyat çökmüş vəziyyətdə qaldı. 80-ci illərdə birdən-bir SSR-in zəifləməsi səbəbi bundan ibarətdir. Yenidən qurma və aşkarlıq siyasəti. Baxaq görək nə edir bu adam. 82-ci ildə Brejnev vəfatından sonra 3 dəfə dəyişiklik var. Nəhayət 45-ci ildə Qarbaçov gətirildi. Qarbaçov 91-ə qədər. Axıra qədər Qarbaçov qaldı. Bu da SSR-in dağıtdı, çıxdı, getdi. 85-ci ildə sonra SSR-in süquta doğru getməyə başladı. Durğunluq, böhran başladı ölkə ərazisində. Səbəb bu idi. İqtisadiyyat zəiflədi. Sonra gərgin hadisələr, ondan əvvəl isə Brejnevin dövründə sürətli silahlanmaya ayrılan vəsait SSR-in iqtisadiyyatını iflic vəziyyətə saldı. Ona görə də Qarbaçovun dövründən sürətləndirmə, aşkarlıq və yenidən qurma, demokratlaşma prinsipləri adı altında ümumi yenidən qurma islahatlarına başlanıldı. 1987-ci ildən etibarən. Yəni, SSR-in dağılmasının səbəbi bu məsələdir. Yenidən qurma məsələsi. Məqsəd budur. İqtisadi inkişafı sürətləndirmək. Güya ki, dövlətdə korrupsiya, yəni özbaşınalığın, rüşvətxorluğun qarşısını almağa çalışırdı. Cəmaatın, vətəndaşlar, Komünist Partiyasında inamını geri qaytarmağa çalışırdı. O, hüquqi dövlət qurmanın tərəfdarı idi. Bu məsələni sizə açıqlayacağım. Hüquqi dövlət. Mahiyyəti buydu. Hakimiyyətin bölünmə prinsipi əsaslanan idarəçilik təşkil olundu. Axı biz belə bir şey demişdik. SSR-də hər şey Komünist Partiyasının nəzarətindədir. Baxmayaraq ki, biz demişdik, 1920-də xatırlayırsınızda demişdik, Mərkəzi Müvəqqəti İnqilab Komitəsi və bir də XKS. Biri qanunverici, biri icraedici hakimiyyət. Amma əslində faktiki hakimiyyət Komünist Partiyasının əlindədir. Biz bunu formada demişdik. Amma burada Qarbaçov nə təşkil edir? Hakimiyyət bölgüsü prinsipi tətbiq olunsun. Yəni, müasir demokratik ölkələrdə olduğu kimi parlament icraedici hakimiyyət ayrı olsun, məhkəmə ayrı. Bu formada hakimiyyət bölgüsü prinsipi tətbiq edilməsini istədi. Bu isə gətirməyə çıxardır SSR-nin dövlət quruluşunu, yəni prinsiplərini tamamilə alt-üst edir. Yenidən qurma nəticəsində iqtisadi ciddi zərər vurmuş oldu. Bölgələr arasında əlaqələr itdi. Müəssisələr arasında belə deyim, iqtisadi münasibətlər pozuldu. Nəticədə iş yerləri, fabriklər, işsizlik də varsa ölkədə iqtisadiyyat çökür. Nəticədə cəmiyyətdə olan bu problemlərin aradan qaldırılması üçün heç bir tədbir görülmədi. Və Qarbaçov belə bir məsələ şahid. İndi oranı biraz öz sözümlə deməyə çalışıram ki, daha yaxşı yadınızda qalsın sizdə. Deməli, SSR-də iqtisadiyyat çökdü, dağılır. Cəmaatın diqqətini bu məsələlərdən uzaqlaşdırmaq üçün, cəmaatın fikirlərini bu məsələ uzaq saxlamaq üçün ayrı-ayrı zonalarda milli münaqişə ocaqları qurdular, yaratdılar özləri qəsdən. Yəni, fərqli-fərqli millətlər arasında ərazi davaları ortaya atdılar. Onların biri Dağlıq Qarabağ məsələsi idi ki, qoy cəmaatın başı bu məsələlərə qarışsın, əsas ciddi problemlər kənarda qalmış olsun. Bu da göstərdi.
Bunun üçün cəmaatın diqqətini vacib problemlərdən yayındırmaq üçün baxın cümləyə hökumət nə etdi? Milli və dini zəmində qırğınlar törədilməsi şərait yaratdı, milli münaqişə ocaqları qurdu. Bunlardan biri Dağlıq Qarabağ məsələsi idi. Şovun dövründə ermənilərin ortaya atdığı Qarabağ məsələsinə onlar heç birinə razı olmamışdı. SSR rəhbərliyi, həmçinin Azərbaycan rəhbərliyi. Amma indi Qarbaçov bilə-bilə bunlar nə etdi? Ortaya atdı. Bunlardan biri də Qarabağda ermənilərin Qarabağda olan separatçılıq siyasəti və Qarabağa olan iddiaları. Bu məsələ, sırf bu məsələ, Qarabağ məsələsi SSR-in dağılmasında böyük rol oynadı. 91-ci ildən etibarən. Daha doğrusu 80-ci illərdən etibarən 91 isə başa çatacaqdır. Nəticə 1989-cu ildə ilk dəfə olaraq Xalq Deputatlar Sovetinə alternativ əsasda seçkilər keçirildi. Bu bilirsiniz nədir? Xalq Deputatlar Soveti. Yəni bizim bildiyimiz parlament. Yəni Milli Məclis. Milli Məclisə seçkilər keçirildi. Cəmaət deputatları özü seçməyə başladı. SSR-də bildiyi kimi belə bir şey yox idi. Seçki keçirmək nə idi? Komünist Partiya birinci katibi idi. Deyilirdi, qutardı, getdi. Amma indi nə edilər? Adamları seçməyə başladılar. 89-cu ildə. Sonra da baş verdi. Nəticədə ölkədə vəziyyət gərginləşdi. İndi şahidlər, Cənubi Azərbaycan İran İslam inqilabı dövründə. Burada da bir neçə dənə fikir var. Onu da deyək, mövzu ortada qalmasın. Vacib mövzu deyil, amma deyəcəm sizə bunları. Nəyə deyəcəyik burada? İnqilabın başlanması. Bilir ki, 1925-də Cənubi Azərbaycanda Qacarlar hakimiyyətdən getdi. Qacarlar. Yerində isə Pəhləvilər sülaləsi hakimiyyətə gəldi. Pəhləvilər sülaləsi isə Fars mənşəli idi. Hakimiyyətə gəldilər. Amma onların yeridiyi siyasət də uğursuz idi. 1962-ci ildə Ağ İnqilab adlı islahatlar həyata keçirdilər. Bu islahatlar nəticəsində kəndlilər dövlət və sahiblərə alınan kəndlərin dövlət sahiblərinin torpaq satın almasına şərait yaradıldı. Yəni kəndlilər torpaq sahibinə çevrilmiş oldu. Əsas deyəcəyimiz burada nə var? Gəldik. 29 Bəhmən üsyanı, yenə deyim ki, bura çox vacib bir şey deyil bu mövzu. Sadəcə bir-iki dənə fikir var. Onları deyim, bu mövzudan bitirək. 29 Bəhmən üsyanı. Nə var burada? 1978-ci ildə İranda, Qum şəhərində üsyan başladı. Onlar şahlığın, yəni monarxiya, Pəhləvi sülaləsinin devrilməsini tələb edirdilər. Burada dinc əhaliyə qarşı silahdan istifadə edilməsi, yəni onların qırğın həyata keçirilməsi 29 Bəhmən üsyanına səbəb oldu. 78-ci ildə, fevral 18-də İran təqviminə görə 29 Bəhmən üsyanı adlanırdı. Nəticəsində 1978 sentyabrında inqilab başa çatdı. Pəhləvilər hakimiyyətdən devrildi. Pəhləvi monarxiyası hakimiyyətdən devrildi. Yerinə isə kim gələcək? İndiki dövrdə cəmaatın dediyi, tanıdığı Xomeyni gəlmiş olacaq. Deməli, nəticə etibarilə sonunda əsas deyirik, vacib yerini deyirik. 1979-cu ildə 78-də başlanan üsyan 79-a qədər davam edəcək və Xomeyni Təbrizə, daha doğrusu Tehrana gəldi. Bununla da inqilab uğurla başa çatmış oldu. Yəni inqilab qalib gəldi. Bundan sonra dövlət İran İslam Respublikası adlanacaq.
Nə göstərsəm ona baxın, gerisini lazım deyil. 1979-cu ildə İran İslam Respublikası adlandı. Bitdi məsələ. Yerə qalansa vacib deyil. Mədəniyyətə baxaq şöyle. Mədəniyyətdə nə varsa əzbərləyəcəyik. Gördüyümsə 19-un ikinci yarısında mədəniyyət. Burada nə görürüksə əzbərləyirik. Məsələn, nə var burada? 59-cu ildə icbari 8 illik təhsil. 66-cı ildə 10 illik təhsil. Yeni açılmış universitetlər var. Xarici dillər, Teatr Universiteti, Xankəndi Pedaqoji Universiteti və s. 71-ci ildə Cəmşid Naxçıvanski Universiteti biraz əvvəl demişdik, burada təkrarladıq. Şıxəli Qurbanov dövründə Novruz bayramı qeyd olması bunu demişdik sizə. Burada nə var? Vacib olanlardan bunu Hüseyn Cavidin cəsədinin gətirilməsi, dəfn olunması burada onu demişdim sizə. Sonra 1977-ci ildə baxın bu illəri qeyd edirik. Şuşa şəhərinin tarixi hissəsinin memarlıq qoruğu elan olunması haqqında qərar verilməsi 77-ci ildə. 1945-ci ildə bunun ilini çox soruşur. Azərbaycan SSR Elmlər Akademiyasının yaranması. Azərbaycan SSR Elmlər Akademiyası. Sonra 46-cı ildən Salih Qaziyev Mingəçevirdə arxeoloji qazıntılar aparılması. 47-ci ildə Qayasu təsvirlər öyrənməsi İsaq Cəfərzadə. 60-cı illərdə 1968 bilirsiniz. Azıq Mağarasında Məhəmməd Hüseynovun at çəni sümüyünü tapması məsələsi. Bilirsiniz. Buradan baxaq. Bizə vacib olan nə var? Belə baxıram ki, deməli Fikret Əmirov Sevil Operası 1001 gecə baleti, Qara Qarev İldırımlı Yollar 7 gözəl baleti, Şəfiqə Axundova Gəlin Qayası. Hər ehtimal bunlara baxırıq. Neçə vaxt görmürük imtahanlarda, amma hər ehtimal yenə də düşə bilər. 45-ci ildə Arşın Mağlan filmi, bunun ilini üstünə əzbərləyin. 50-ci illər və 70-80-ci illərdə çəkilmiş filmlərin adları. Yəni son filmlər daha çox yadda qalan yeni filmlərdir. Adlarına baxın. Yəni bu qədər məlumatın əzbərləməsi tərəfdarı deyil, amma yenə də biz baxaq. Hər ehtimal. 45-ci il Arşın Mağlanı isə xüsusilə əzbərləyək. 67 Bakı metropoliteni. Bunu demişdik. Şərqdə ilk metropoliten sayılırdı. Sonra nə var? Fəvvarlı meydanı. Bu da memarlıq abidələrindən. Çayda bu 50-ci illər görürsünüz. 50-ci illər, 60-cı illər, 70 və 80-ci illərdəki memarlıq abidələri adlarını mütləq öyrənəcəyik. Sən burada nə var? Ən çox soruşulan yeni yaşayış massivləri 80-ci illərdə bunları soruşur. Respublika sarayı 70-ci illərdə ən çox soruşula biləcəklərdən biri. Bakı metropoliteni 60-cı illərdə biraz əvvəl dedik. Fəvvarlı meydanı ya da 60-cı illərdə. Hökumət evi 50-ci illərdə. Televiziya qülləsi 56, bunu dedik biraz əvvəl. Göstərdiyim yerlərə ən azından mütləq baxın. Müstəqil uğrunda mübarizə. Baxın bir dəqiqə. Tamam, bura qədər olsun. Bir də təkrar deyərik, az mövzu qalıbdır. Çünki buradan sonra mövzular bir-birinə əlaqəli bir şeylər var. Ortadakı əlaqəni itirmək istəmirəm.